Xalq rəssamı, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin anadan olmasından 145 il ötür. Onun əsərlərinin əsas mövzusu cəmiyyətin müxtəlif təbəqələrindən bəhs edirdi. Xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik təsvirinin hədəfində olurdular. Əsərləri bugün də aktualdır. Onun davamçıları onu yad etmək üçün Əzimzadənin ev muzeyinin 60 illiyinə yığışmışdılar. Azərbaycanda açılan ilk ev muzeyi də Əzimzadənin Mənzil muzeyi. Bu il muzeyimizin 60 illik yubileyidir. Əzimzadə muzeyində 2120 eksponat var. Biz bu eksponatları qoruyuruq və şükürlər olsun ki, mən bu 60 illiyi özüm gördüm. Çox gənc yaşlarından bu muzeydə çalışıram. Xatırladaq ki, Əzim Əzimzadə 1914-cü ildə satirik şair Mirzə Ələkbər Sabirin hupopnaməsinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin də əsasını qoyub. Əvvəl nə institut vardı, akademiya vardı, yox idi. Bizim akademiyamız Əzim Əzimzadə məktəbidir. Bütün dünyada keçmiş SSR miqyasında hamısı Əzimzadə bir brend idi. Yəni yüksək hazırlıqla. Ona görə bütün rəssamlarımız hamısı Əzimzadənin oğullarıdır, nəvələridir, o bizim babamızdır, xalq dilindəsi. Ona görə biz həmişə buraya gəlirik, gözəl muzeydir, çox aktiv işləyirlər. Bütün onun əsərləri burada, həmişə cavanlar gəlir, gənc tələbələr gəlir. Yəni bu iş mütəmadi olaraq olacaq. Xalq rəssamı Siruz Mirzəzadə Əzimzadə məktəbinin böyüklüyündən danışdı. Mən Əzimzadənin yetirdiyi tələbələrdən biriyəm. Düzdür, mən onu sağlığında görməmişəm. Amma ki, onun yaratdığı o məktəbi mən də bitirmişəm. O məktəb dahi bir məktəbidir. Orada Azərbaycanın ən böyük rəssamları təhsil alıblar. O məktəbi qutarandan sonra Moskvaya gedəndə ovucularında bizi imtahanlara aparırdılar. Belə soruşurlar, haranı qutarmışsan? Əzimzadə. İmtahanlardan hamısından 5 alırdıq. Ona görə də Əzimzadənin böyüklüyü orada da özünü göstərirdi. Tədbirdə həmçinin Şuşa Humanitar Kollecinin tələbələrinin ifasında xalq mahnıları, muğam və milli rəqslər təqdim olundu.